Hansı rəqəmsal platformda reklam vermək satışlarıma daha yaxşı təsir eləyər deyə düşünənlər, yaxın oturun. Bugünkü mövzumuz Azərbaycanda hansı rəqəmsal platform daha effektivdir? Əslində cavab çox sadədir. Hamısı effektivdir. Amma hər rəqəmsal platformun özünə məxsus kütləsi vardır. Azərbaycan kimi balaca və rəqabətli bazarda markalar bütün platformlarda aktiv olmaq məcburiyyətindədir. Amma hansı rəqəmsal platformun onun satışına daha yaxşı təsir etdiyini isə CRM vasitəsilə ölçdükdən sonra qərar verə bilər. TikTok mənim təcrübəmə görə Azərbaycanda informasiyanın ən sürətli yayıldığı platformdur. Əgər sən şirkətin və yaxud da ki məkanın haqqında informasiyanı, yəni marka tanıtımının daha sürətli olmağını istəyirsənsə, TikTok platformundan istifadə edə bilərsən. TikTokun auditoriyasında kimi istəsən tapa bilərsən. Burada hər cür və hər növ insan vardır. Çox da satış trafiki verən bir platform deyil. Sadəcə videolar və kifayət qədər baxışlar gələcək və kifayət qədər insan sənin məhsulun və ya xidmətin haqqında məlumat soruşacaq. Amma çox təəssüf ki, bu platformda aktiv olan insanların alıcılıq gücü o qədər də çox deyil. Yəni 100 mesajdan cəmi 20 dənəsi və yaxud da ki 30 dənəsi sənin real müştərin ola bilər. Facebook 35 yaşdan yuxarı alıcılıq gücü daha yüksək olan real müştərilərin daha çox aktiv olduğu bir platformdur. Instagram demək olar ki, hamının aktiv olduğu bir platformdur. TikTokdan fərqli olaraq burada sizi daha hazır müştərilər gözləyir. Xüsusilə də restoran, tekstil, əyləncə sektorları üçün ən yaxşı platformlardan biridir. Artıq Azərbaycanda bir çox müştərilər Google axtarış etmək yerinə Instagram və yaxud da ki TikTokda axtarış edirlər. YouTube və Google axtarış reklamları daha fərqli və geniş kütləyə çıxmaqdan ötürü istifadə olunan bir platformdur. Xüsusilə də sosial mediada aktiv olmayan kütləyə çatmaqdan ötürü istifadə olunan ən effektiv rəqəmsal kanallardan biridir. Azərbaycanda LinkedIn platformu isə, yəni nəticə olaraq bütün rəqəmsal platformlarda aktiv olmaqla yanaşı, ondan düzgün istifadə edərək rəqibinizdən daim bir addım öndə ola bilərsiniz.